Bizim məşhur sözümüzdə hər dəfə deyirik ki, kim necə yaşayır elə də ölür. Dinimizdə axır saat şərtdir. İnsan son nəfəsində tövbə eləsə belə tövbəsi qəbuldur. Sadəcə olaraq son nəfəslə tövbə edə bilir, bilmir. Biz nəyə bənzəyir? Deyirlər ki, müəyyən surət var da, məsələn, burada 60 ilə gedərlər, burada 50 ilə, burada 100 ilə, burada 90 ilə. Birdən hadisə baş versə, yola uyğun. Hadisə baş versə, nə edə bilərsən? Saxlaya bilərsən. Surəti həddən artıq yığsan, birdən hadisə çıxanda istəyəcəksən saxlayasan, sürüşəcək. Eynən bu həyatdır. Bir adam kefəliyir, Allahın qanunlarına əks gedə-gedə, bütün qanunları əks, 60-da tövbə eləyərəm, 40-da tövbə eləyərəm, nə özü üçün rəqəmlərdir də, bu ilin əvvəlində, o bir ilin nə bilim neyində, birinci gün eləyərəm, birinci gün düşdü ayın 30-una, ayın birindən eləyərəm, hələ bu cürünə allada özünü gəlir, ta ki gözləyir ki, həftənin birinci günü ilə ayın birinci günü üst-üstə düşəndə eləyərəm, hətta orayıcan gəlir, çıxır, axırda nə olur? O surəti yığır, axı getdikcə küfrə doğru sürət alır, etdiyi harama doğru sürət alır, sonra lazım olanda özünü saxlaya bilmir. Xoş o adamın halına ki, Allah üzünə baxır, saxlayır, toqquşmur neynənsə.